Salam hörmətli izləyicilər. Mən süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı Narin. Siz isə Smart icmal buraxılışını izləyirsiniz. Qarşıdakı dəqiqələrdə nəqliyyat və telekommunikasiya sahələrində ayın ən mühüm xəbərlərini sizinlə bölüşəcəm. Gəlin birlikdə baş verən yeniliklərə nəzər salaq. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul olunub. Dövlət başçısının fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb və 2026-2028-ci illəri əhatə edən fəaliyyət planı təsdiq edilib. Plan çərçivəsində bütün rəqəmsal dövlət xidmətləri vahid platformalarda MyGov və MyGov Business üzərindən təqdim olunacaq. Ayrı-ayrı qurumların fərdi portalları vahid ekosistemdə birləşdiriləcək. Yalnız bir dəfə prinsipi tətbiq ediləcək və proaktiv xidmət modeli genişləndiriləcək. Eyni zamanda süni intellekt əsaslı həllərin tətbiqi, yüksək səviyyəli hesablama infrastrukturunun qurulması, innovasiya və vençur maliyyələşdirilməsinin təşviqi, eləcə də milli kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib. Bu strateji sənəd dövlət idarəçiliyində effektivliyin artırılmasını, beynəlxalq reytinqlərdə mövqelərin yüksəldilməsini və rəqəmsal sektorun ÖDM-də payının artırılmasını hədəfləyir. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramı çərçivəsində Bakubas MMC tərəfindən paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində 167 ədəd BYD markalı tam elektrik mühərrikli avtobusa xidmət göstəriləcək Alballıq elektrik avtobus deposu istifadəyə verilib. Avtobuslar 77 və 81 nəfərlik sərnişin tutumuna malikdir. Nəqliyyat vasitələrinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 42 ədəd 240 kW gücünə malik enerji doldurma cihazı quraşdırılıb. Yeni avtobuslar Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Qala, Maşdağa, Ramana və Nardaran qəsəbələri, eləcə də Məmmədli kəndini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirəcək. Suraxanı Gəmi Muzeyinin rəsmi saytı üzərindən virtual tur bölməsinə keçid etməklə muzeyi 360 dərəcəlik onlayn formatda kəşf edə bilərsiniz. Bu yenilik muzeyin rəqəmsal inkişafına töhfə verməklə yanaşı inklüziv muzey siyasətinin də vacib hissəsidir. Virtual tur fiziki məhdudiyyətləri olan şəxslər, eləcə də regionlardan və xarici ölkələrdən olan ziyarətçilər üçün muzeyi daha əlçatan edir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası zamanı radiospektrin idarə olunmasını təmin etmək məqsədi ilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin WUF-13 Azərbaycan əməliyyat şirkəti ilə əməkdaşlığı çərçivəsində xüsusi portal istifadəyə verilib. 17-22 mayda Bakıda keçiriləcək beynəlxalq tədbir zamanı istifadə olunacaq radioelektron avadanlıqların və tezliklərin koordinasiyası bu portalla həyata keçiriləcək. Portal vasitəsilə tədbirdə istifadə ediləcək müxtəlif tezliklərdə çalışan bütün radio avadanlıqlar qeydiyyatdan keçiriləcək. Müvafiq tezlik resursları ayrılacaq və avadanlıqlar etiketlənəcək. Tədbirdə iştirak edəcək qonaqlar və media nümayəndələri istifadə edəcəkləri radio avadanlıqların qeydiyyatı üçün portala daxil olaraq müraciət etməlidirlər. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramına əsasən Xırdalan şəhərindən M4 Bakı-Şamaxı avtomobil yoluna dəmir yolunun altından 3 fərqli yerdən tunellər inşa ediləcək. Bununla da vətəndaşların yalnız Bakı-Sumqayıt yolundan istifadə məcburiyyəti aradan qalxacaq və ərazidən çıxış üçün rahat alternativ yollar yaradılacaq. Qeyd edilən iri miqyaslı infrastruktur layihələri Xırdalan şəhərinə yeni nəfəs və hərəkət sərbəstliyi gətirəcək. Bu yeniliklər eləcə də Hökməli, Sulutəpə, Xocasən, Müşfiqabad və 28 may qəsəbələrinin sakinlərinə, həmçinin ətrafda yerləşən universitetlərlə rahat əlaqə qurmaq üçün mühüm alternativlər formalaşdıracaq.
Son dövrlərdə sosial media və müxtəlif internet platformalarında yayılan saxta reklamlar vasitəsilə vətəndaşların investisiya dələduzluqlarına cəlb edilməsi halları müşahidə olunur. Bu cür reklamlarla istifadəçilərə az miqdarda vəsait yatırmaqla qısa müddətdə yüksək qazanc əldə edəcəkləri vəd edilir. İnandırıcılığı artırmaq məqsədi ilə dələduzlar tərəfindən saxta ödəniş qərzləri, güya qazanc əldə etmiş şəxslərin müsbət rəyləri və istifadəçi şərhləri paylaşılır. Bəzi hallarda isə tanınmış şəxslərin və ya müxtəlif şirkətlərin ad və görüntülərindən istifadə ilə vətəndaşlarda etibar formalaşdırmağa cəhd edilir. Elektron təhlükəsizlik xidməti vətəndaşlara sosial mediada və ya mesajlaşma platformalarında yayılan yüksək qazanc vəd edən investisiya təkliflərinə ehtiyatla yanaşmağı, tanımadıqları şəxslərin və ya etibarlılığı təsdiqlənməmiş platformaların çağırışları əsasında pul köçürmələri etməməyi tövsiyə edir. Cənubi Koreyanın avtomobil nəhəngi Hyundai Motor, Kia, Hyundai Rotem, Hyundai Mobis şirkətləri və Milli Yanğından Mühafizə Agentliyi ilə birgə hazırlanmış robot yanğın söndürənin videosunu təqdim edib. Robot yüksək temperaturlara inanılmaz dərəcədə dözümlülüyü ilə seçilir və 800 dərəcə Selsidə işləyə bilir. Robot qapalı məkanlarda müstəqil şəkildə hərəkət etməklə, saatda 50 km sürət yığmaqla və 3 metr hündürlüyədək maneələri dəf etməklə yanğın söndürənlərin həyatlarını təhlükəyə atmadan yanğınlara cavab verməyə imkan yaradır. Dubai Yollar və Nəqliyyat İdarəsi tərəfindən tətbiq olunan dəmir yolu infrastrukturunun avtomatlaşdırılmış inspeksiya sistemi adlı süni intellekt əsaslı robot platforması metro reyslərinin və infrastrukturunun yoxlanılmasını avtomatlaşdırmaqla texniki baxış prosesində yeni yanaşma nümayiş etdirir. Sistem əsasən gecə texniki xidmət pəncərələrində işləyərək sərnişin daşınmasına mane olmadan rels xəttlərində aşınma, çatlar və konstruktiv yayınmaları aşkarlamaq üçün yüksək dəqiqlikli məlumatlar toplayır. Bu tip süni intellekt əsaslı yoxlama robotları dəmir yolu infrastrukturunda nasazlığı baş verməmişdən əvvəl müəyyən etmək, fövqəladə müdaxilələri azaltmaq, təhlükəsizliyi artırmaq və xərcləri aşağı salmaq imkanı yaradır. Beləliklə, bugün sizə təqdim edəcəyimiz xəbərlər bunlar idi. Nəqliyyat və telekommunikasiya sahələrində ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin. Mən süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı Narin. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun, növbəti buraxılışda görüşənədək.